edən tanışları, dostları Ramazan bayramı münasibəti ilə mən də təbrik edirəm. Ən xoş arzularımı çatdırıram. Bol ruzi, bərəkət, saflıq və mənəvi təmizlik təbii ki, bu arzuların öndə gələnləridir. Təbii ki. Bu qısa videoda bir sıra fikirlərimi sizinlə bölüşəcəm. O cümlədən bir sıra məlumatları diqqətinizə çatdıracağım. İlk növbədə onu qeyd edeyim ki, bu bayramın kökündə tərki dünyalıq fəlsəfəsi dayanır. Müvəqqəti də olsa, insan dünya nemətlərindən könüllü surətdə əl